Salam dəyərli Neftçi TV izləyiciləri. Prime Sports futbol mərkəzindən canlı reportajımıza start veririk. Bugün Əvəzedicilər Liqasında Neftçi Zirəni qəbul edir. Heyətlərlə tanış ola bilərik. Başlayaq Neftçidən. Komandamıza qapını 95, Eldar Babayev qoruyur 67, komandanın kapitanı Fariz Xeyrullayev 35, Fərid Səfərli 68, Nurlan Musayev 80, Aslan Şirinov 92, Ömər Qurbanov 82, Məhəmməd Məmmədli və Zirə komandası. Qapıda 31, Eldar Tərlanov 27, komandanın kapitanı Murad Ələkbərov 81, Samir Ağayev 80, İslam Nəcəfli 87, Elmar Məmmədov 66, Nurhan Abdıyev. Mərkəzdən top oyuna Zirə futbolçuları daxil edirlər. Fit səsləndi, maç başladı. Neftçiyə uğurlar arzulayırıq. Oyun davam edir. Qayda pozuntusu Olvafemiyə qarşıydı. Top Neftçidə qaldığı üçün hakim oyunu davam etdirdi. Nurlan Mir Şahbazla oynadı. Şahbazov baxır qapıya. Mir Şahbaz! Gol, gol, gol! Mir Şahbaz Şahbazov! Əla fırladır topu uzaq güncə. Yaxşı yayındı rəqiblərindən, əla fırladır topu. Çox gözəl fırladır topu. Musayevdən ötürmə cərimə meydançasına. Başla zərbə, gol! Ömər Qurbanov. Nurlanın ötürməsi əla alınmışdı. Ömərin zərbəsi dəqiqdir. Hesab 2-0 olur. Və 45 dəqiqə başa çatıb maçda. Hakim dərhal ilk hissəni bitirir. Hörmətli izləyicilər, Əvəzedicilər Liqası Neftçi 2, Zirə 2 maçında ikinci hissə başladı. İlk hissədən sonra Neftçinin 2-0'lıq üstünlüyü var. Komandamızın qollarını Mir Şahbazovla Ömər Qurbanov vurublar. Orada ötürmə qapı qarşısına təhlükəli alındı. İndi Aslan Şirinov saxladı topu. Aslan! Gol! Aslan! Aslan! Orada ötürmə yaxşı alındı, əla alındı və Aslan Şirinov ötürmə cərimə meydançasına. Orada başla zərbə alınmadı. Samir Ağayevdən daha bir ötürmə edirdi sanki qapı qarşısına. Zirə həmləsini izləyirik. Orada ötürmə qapı qarşısına və fərqi bir topa endirir. Halbuki hesab 3-0 idi. İslam Nəcəflidən sağ cənah ötürmə. Əhliman Süleymanzadə Nurhanla oynayır. Abdiyev çatdı topa və 3-cü gol. 3-3 olur hesab. Orada Əhliman ötürdü topu Nurhana. Nurhan Abdiyevdən final fiti. Çox təəssüf, çox təəssüf. Oyun bitir.